İndi oturaq qəşət dərdləşək. Çay yeri qoğuz. Niyə yoxdur qarında? Məhməddən bir sənə boydadır. Nazlanma da. Aşıqlar deyin də, harada nazlanıram? Üzüm piskinə düşür, göynüyür. Pəridən danış. Yığacam görüntülü. Bəyək yığmış daşmadım. Üstü işləyirdi, halım yox idi danışmağa. Bilirəm canlım düşüb də, qadan alım tək düşür də. Bir insanlar mənə nə qədər baxmalıdır evin içində otura-otura. Da bu cəmaat bu kunonu görməkdən bezir. Hamının canlısı düşüb. Kimin canlısı düşməyib ki? Amma mənim bölümdə bir sevgilim olsa, canlım hara qalxacaq. Düzdür, gecə saat 1 tamamda 3500-ə yaxın adam var. Şimdi cəmatın canlısı 200 nəfərlə qalxan kimi hoppanır göydə düşür ki. Ay Allah, bu qədər insan gəlib can. Saat 1-də 3500 adam var, nə istəyirlər? Bilmirəm, 5000 olsun, manə. Elmanın canı. Elman kimdir? Tanımaram mən elində adamı. Saçımı kəstirəcəm. Sevişmə oynatdı, indi gördüm, indi qoyatsın. Qızarıb uşaqlar, allergiya vermişəm. Pomidor zad olmaz mı? İstiot olmaz. Yeməyin içində istiot qatırdım. O qəti sürətdə dəri həkimi dedi ki, olmaz. Bax, üzüm qızardacaq deyir. Üzümdə qızarıqdır. İndi biraz namaz vuracam gecəcə. Klobeyt vuracam bu axşam gecə yatanda. O da aparacaqdır yəqin ki. Dolma pişirə bilirsən. Niyə pişirmirəm ki? Hər şey pişirə bilirəm. Mənim əlimdən hər iş gəlir. Arvatsan da, niyə əlindən hər iş gəlməyə arvat deməkdir ki? Tay da yaxşı. Üzünə nəsə, yox Allah haqqı, bu 9 saat işinə vurmuram üzümə, dəlisən sən az. Burnumu bir dənə dikləşdirmişdim, deyir, o da görsən dik qalıb burnum. Bax. Bəzi kişilərdən yaxşı. Xeyr, hamı özünə görə insandır. Bürcüm əkizlər bürcüdür, uşaqlar. Yox, çay içəcəm. Mən də əkizlərəm. Üzümə işlə.
Niyə açmırsan olan canını? Nə bilim, uşaqlar ustam işləyir, həm də yorulmuşam. Baxma da, qabaqki kimi deyiləm artıq, həvəsim yox. Bir dənə xanım bugün yığdı, dedi ki, sən depressiyadasan. Bakıya gələn kimi səni şey aparacam, nədir onun adı? Psixologiya aparacam. Biraz depressiyalar azada düşünsən, psixologiya ilə danışarsan. Bakıya gedən kimi o səbirsizliklə gözləm ki, orada gedəşəm. Özündən asılı deyil. Biraz depressiyalara düşmüşəm. Həvəssizəm, deyib danışıb gülməyi artıq görsən yığışdırmışam. Bilmirəm niyə belə olmuşam. İnşallah düzələrəm. Peki, gir. Dəstəyim yoxdur. Saat cavab eləyirlər. Bilirəm. Neynəmişəm insanlara bilmirəm mən. Yorğunsan, hə. Çünki məni qınamayın uşaqlar. Mən 3 üstü işlədirəm. Toyuğa cücüyə baxıram. Cücələrim var. Toyuğa baxıram. Sonra həyəti təmizləyirəm, evi təmizləyirəm. Ördəklərin sularını tez-tez dəyişirəm. Çirk eləyirlər, palçıq eləyirlər. İnsanlıq yoruram. Gedirəm, siment alıram. Usta bir dəqiqədən bir deyir ki, o lazım olur. Qaçıram ora. Bircə bu ustalar qutarsaydı canım qutarardı. Hələ həyət qutarandan sonra keçəcəklər evə. Ev bir abrat düşəcək, bir abrat düşəcək, bir abrat düşəcək. Ay Allah. Evin içindən vedrəylə palçıq daşıyacaqlar, siment. Klonka sərəcəm. Ooo, toz torpaq. Allah, düşünmək belə istəmirəm. Mənim gülmük də çəkməz ha. Hormonal dəyişikliyi başlayır. Yenə başlayayım onu marc almağa. Uşaq həqiqi çox başlayır. Nazlanmağım. Siz danışmayınız. Pamada nədir? Dəlisiniz siz. Bu. Pamada niyə vururam az? Müalicə mütləq. Bakıya gedəndə görək dana, görək aparacaq. PK-lə dəstəyin gələcək. Bəyək nazlanır. Nə olsun? Evin harasını düzəltdirsən? Evimin tamət düzdürürəm uşaqlar da. Evin qaldı çölündən qutarmaq üzərəyəm. Sevinç oynatır. Nətərsən hə baba? Sən nə dərsən? Dağıl, neynirsən, nə var, nə yox? Yedin, bitirdin yeməyini. Demək, sən yemək aralığını artıq öyrənmişəm də. Gecə 12-dən 1-ə kimi 1 saat. Bir şey olur, sevsa belə saç yaraşır. Oradan. Həmişə belə deyildi ki, saçım. Yox, indi lap gözəl olur, dümdüz. Həqiqi. Sənə də belə yaraşır. Nə oldu? Heç nə. Nəyə gülürsən sən Allah? Hər şeyə. De görüm. Eminə görürəm ha. Hə. Hazırsan? Hazıram. Hazırsan. Gəl bilsən neydən eləyək? Zibil qutusuna girməkdən eləyək. Effekt cəzasını. Hə, var deyəsən məndə. Hə, bir dənə gir bax gör var. Hara girəcəm de? Bax, keçən dəfə soruşmuşdum, yox idi. Effektlərə yer. İndi